Sevgi necə yaşanmalıdır? Yazdığımız mesaja 1 saat sonra cavab verilirsə, biz neçə saat sonra ona cavab verməliyik? Özümü bu suallara cavab axtaran yerdə görəndə çox üzülmüşdüm, çünki bilirdim. Bunlar son çırpınışlar idi. Sevgi ölmüşdü. Qorxu onu diriltməyə çalışırdı. Sevgi bizə öyrədilən kimi olmayıb heç vaxt, nə keçmişdə, nə də indi. Əvvəllər sevginin tamamilə fədakarlıq olduğunu eşidirdim, indi isə heç fədakarlıq eləməməli olduğumuzu. Fikir verirsiniz, ikisi də qorxudan deyildir. Biri getməsin deyə qorxudan hər şeyini verir, digəri gedəcəyini əvvəlcədən təxmin edib heç nə vermək istəmir. İnsan heç ağrı çəkmək istəmir deyə eləyir bunlar deyəsən. Mənsə rahat səslənməsə də hər hissin qarşılığı ilə var olduğuna inanıram. Sevgi gətirdiyi bütün gözəl şeylər üçün ən azından tərtəmiz bir künc istəyir insanın içində. Biz insanlarsa o sevgi ilə qarşılaşana qədər o künc boş qalmasın deyə çoxdan başqa hisslərə vermiş oluruq. Şübhə kimi, bəzən dəyərsizlik, bəzən qəzəb kimi. Sonra sevgi gəlir, özünə yer tapmağa çalışanda gələn şeyin sevgi olduğunu bildiyimiz halda kök saldığı üçün çıxsa ağrı verəcək deyə az qala şübhəni, dəyərsizliyi, qəzəbi sevgiyə dəyişmək istəmirik. İçimizdəki dəyərsizliyi atmaq üçün ağrı hiss eləməkdən qaçdıqca qorxu bizi ələ keçirir. İnsan ağrı çəkməkdən qaçdığı hər yerdə qorxuya tutulur. O gələn sevgi də özünə yer tapmadıqca solur, sonra da ölür. O gün məndə də əslində sevgi ölmüşdü. Qorxu sevgini 1 saat gec yazaraq, biraz çəkib biraz göstərərək, çox fədakarlıq eləyərək ya da heç eləməyərək diriltməyə çalışırdı. Bilirdim. Bunlar son çırpınışlar idi. Ölən dirilməyəcəkdi. Qorxu məni aldadırdı.